Son dövrlərdə ölkəmizdə cənab Prezident İlham Əliyevin tapşırığına əsasən gənclər siyasəti ön plana çəkilib. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yeni iş yerləri ilə təmin edilməsi üçün hər cür şərait yaradılıb. Bu məqsədlə bir çox gənclər evində olduğu kimi, Qazax Gənclər Evi Sosial Xidmət Mərkəzində bu istiqamətdə işlər görülüb. Həmçinin mərkəzdə dövlət qulluğuna hazırlıq prosesi də həyata keçirilir. Qazax Gənclər Evi 5 iyun 2020-ci ildən fəaliyyət göstərir. Fəaliyyət göstərdiyimiz 5 il ərzində müxtəlif layihələrin icrası ilə məşğul olmuşuq. Eyni zamanda hal-hazırda 2025-ci il ərzində müəssisəmizdə 6 klub, eyni zamanda 4 kurs, 2 dərnək fəaliyyət göstərir. Bu kursların, klubların müxtəlif yaş kateqoriyalarına uyğun üzvləri var, yeniyetmə və gənclər. Bundan əlavə biz çalışırıq ki, gənclərin asudə vaxtlarını səmərəli təşkil edək. Bu istiqamətdə bizim əyləncəli oyunlar klubu, mətbəx saatı klubu, bundan əlavə kompüter kursu, rəqs kursu, gitara kursu, eyni zamanda toxuculuq dərnəyi, bu kimi səpkili dərnəklər, kurslar gənclərin, yeniyetmələrin istəyinə uyğun olaraq yaradılır və inkişaf etdirilir. Hal-hazırda Nailə müəllimlə bircə kompüter kursundayıq. Ofis proqramlarını öyrənirik, Word-ü bitirdik, artıq Excel-dəyik. İnnovasiya klubu nəzdində kompüter kursu fəaliyyət göstərir. Windows sistemidir, ofis proqramları, Word, Excel, PowerPoint, Publisher, təlim xarakterli maarifləndirici tədbirlər də keçirik, poster proqramları keçirik, həm Canva, həm Postermeval. Bu otaq bizim rəsm kursunun otağıdır. Burada bizim 30-dan çox tələbələrimiz var, yeniyetmələrimiz var. Onlar burada rəsm sənətinin incəliklərini öyrənirlər. Bizim müəllimlərimiz, tələbələrimiz burada öz rəsm əsərlərini gördüyünüz kimi çəkmişdilər. Dövlət qulluğu magistr üçün adətən məntiq keçirik. Abituriyentlər üçün də Azərbaycan ədəbiyyat hazırlıqlarımız da olur. Yəni məndən başqa bir neçə müəllim də var, fəaliyyət göstəririk burada. Həm gənclərin maariflənməsi üçün, həm gənclərin iş rejimlərini, yəni iş tələbatını ödəmək üçün, onların işlərini yaxşı yerlərə daşımaq üçün, dövlət müəssisələrinin savadlı kadrlarının olması üçün əlimizdən gələni edirik. Bundan əlavə mərkəzdə gənclərin intellekt səviyyəsinin artırılması üçün bir çox layihələr də həyata keçirilir. Kamran Əskiparalı, Amin Qəhrəmanov, Səs TV, Qazax. Thank you.